Salam hörmətli izləyicilər. Həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin yaradılmasının 34-cü il dönümü, gömrük əməkdaşlarının peşə bayramı günü münasibəti ilə tədbir keçirilir. Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General Polkovniki Şahin Bağırov, Tərtər rayon Heydər Əliyev mərkəzində Tərtər, Bərdə və Naftalan rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Dövlət Gömrük Komitəsində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofolinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi ilə BP şirkəti arasında formalaşmış işgüzar əlaqələrdən məmnunluqla bəhs olunub, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib. Dövlət Gömrük Komitəsində qaraciyər transplantasiyalarından sonra pasientlərin stasionarda təqibi mövzusunda elmi simpozium və metodik vəsaitin təqdimatı keçirilib. Simpoziumun keçirilməsində əsas məqsəd qaraciyər transplantasiyasından sonra xəstələrin stasionar mərhələdə effektiv menecmenti və postoperativ dövrdə ağırlaşmaların qarşısının alınması sahəsində tibbi heyətin bilik və bacarıqlarını artırmaq, transplantasiya sahəsində ən son elmi və praktik təcrübələri müzakirə etməkdir. Dövlət Gömrük Komitəsində yüksəliş müsabiqəsinin qalibi ilə növbəti görüşlər keçirilib. Görüşlər zamanı müsabiqənin ölkəmizdə bacarıqlı və intellektual səviyyəsi yüksək olan gənclərin dəstəklənməsi, kadr potensialının inkişafı baxımından əhəmiyyətindən bəhs olunub. Əldə olunan nailiyyətlər, gələcək hədəflər barədə fikir mübadiləsi aparılıb. Balakən Gömrük İdarəsində və Şirvan Gömrük Postunda xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib. Görüşlərdə gömrük sistemində aparılan islahatlar, təkmilləşdirilmələr, istifadəyə verilmiş alətlər və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən etibarlı tərəfdaş konsepsiyası barədə məlumat verilib, təqdimatlar nümayiş etdirilib. Astara Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə Cənub Astara Gömrük Postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya gedən nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birgə ümumi çəkisi 112 kiloqram, 941 qram olan xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar ediblər. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanın içərisində gizlədilən 12,745 karat brilyant daşlar və ümumi çəkisi 13 qram olan qızıl zinət əşyaları aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.